Aşağı yaş qrupuna düşən belə bir orta səviyyəli sual izahına baxaq. Bu ədədin 2-nin hansı böyük qüvvətinə tam bölündüyünü bizdən istəyir. Mən 10 üstü 2022-ni 2 üstü 2022 vurulsun 5 üstü 2022 kimi yaza bilərəm. 4 üstü 1011 də zaten 2 üstü 2022 deməkdir. İndi buradan 2 üstü 2022-ni ortaq vuruq çıxarırıq. 5 üstü 2022 çıxılsın 1 qalır. Baxıram bu ədədə ki, burada 2022-dən 2 vuruğu var. İndi mən baxmalıyam ki, burada 2 vuruğunun sayı nə qədərdir? İndi burada 5 üstü 2022 çıxılsın 1-in əvvəlcə 2-yə bölünüb bölünmədiyini araşdırıram və 2 üstü 1-ə, yəni bölünür. Sonra baxıram 4-ə bölünməsinə. Bölünürmü? 2 üstü 2-yə. Baxırıq ki, 5, 4-dən 1 qalığını verir. 1-dən də 1 çıxanda 0 qalığını verir. Deməli, bu bölünür. Sonra baxıram mən 5 üstü 2022 çıxaq 1-in 8-ə bölünmə halına baxıram. İndi 5 üstü 2022-ni necə ifadə edə bilərik? Ona baxaq. 5 üstü 3 üstü neçə deməkdir? 674 deməkdir. Çıxılsın 1-in 2 üstü 3-ə bölünməsinə baxırıq. 125 üstü 674 çıxılsın 1-in 8-ə bölünməsini araşdıraq. 125 8-ə böldükdə 5 qalığını verir. 5 üstü 674 çıxaq 1-in 8-ə bölünməsini araşdırırıq. İndi baxaq 5 ilə 674 çıxaq 1 bərabərdir A mod 8-də. 5 ilə 8 qarşılıqlı sadədir. Deməli 5 üstü fi 8 bərabərdir 1 mod 8-ə. Fi 8-də 4-dür. 5 üstü 4 mod 8-də 1 qalığını verir. Bu Euler teoremidir. Eulerlə yazdıq. Euler. Sonra indi baxaq nəyə? 5 üstü 674-ün nə olduğuna baxaq. Yaza bilərik ki, 5 üstü 4 üstü 168 vuraq 5 üstü 2 kimi. Bərabərdir A mod 8. İndi baxıram nəyə? Baxın bura. Bura baxıram ki, bu 1 qalığını verir. 1 qalığını verir. 25-ə baxıram mod 8-də. 25 də mod 8-də 1 qalığını verir. Deməli, bu ödədir. 1-dən də 1 çıxıram 0. Yəni, bu tam bölündü. Sonra baxıram 2 üstü 4-ə bölünmə halına. Yəni, 5 üstü 2022 çıxaq 1 bərabərdir A mod 16-da. İndi 5 üstü 2022-ni necə yaza bilərəm? İlk öncə gəlin Euler teoremini yazaq ki, 5 üstü fi 16 bərabərdir 1 mod 16. Fi 16 bizə verir neçəni? 8-i. 5 üstü 8 1 mod 16-dır. İndi 2022-ni 8 ilə ifadə edək. Gəlin. 5 üstü neçə deməkdir? 8. Gəlin bir dənə bölək. 252 deməkdir və burada 2016 eləyir. 2016 eləyir. 5 üstü 6-nı da ayrıca ayırıram. Bərabərdir A mod 16. Belə yaza bilərəm. Baxıram ki, bura 1 qalığını verir. Sonra 5 üstü 6-nı araşdırıram mod 16-da. %125'in kvadratını mod 16'da araşdıraq. 13 qalığını verir. 13'ün kvadratı bərabərdir A mod 16-da. Bunu artıq araşdıra bilərik də 169'un mod 16'da neçə qalığını verdiyinə baxırıq. 169'un mod 16'da. Verir qalıq 9. Deməli artıq bu bölünmədi. Deməli 2 üstü 4 alınmadı. Maksimum 2 üstü 3. Yəni burada 2 üstü 3 var.
2 üstü 2022 də var idi. Deməli 2 üstü 2022-ni vurulsun 2 üstü 3 sayda 2 var. Yəni ən böyük 2 üstü 2025. Yəni doğru cavabımız oldu D variantı.